Praqaya mənimlə bir yerdə tridelnik yeməyə gedək. Bakıdan Praqaya birbaşa uçuş Azal vasitəsilə var və təxmini 4 saat 20 dəqiqəyə çatdıq. Səhər saatlarında da uçuşun olması çox yaxşıdır. Demək olar ki, təyyarədə çox az azərbaycanlı var idi, çoxsu xarici idi. 4 saatdan çox uçuş olacağı üçün düşünürdüm ki, TV ekranlar da olacaq, ancaq yox idi. Sərnişinlərə göz bandı, qulaqcıq və daha sonra sulu salfetka payladılar və mən bu dəfə vegetarian yemək götürmüşdüm. İlk dəfə sadəcə maraqlı gəldiyi üçün əslində nəyi maraqlı gəldi, yumurta, brokoli, kök və qara çörək vermişdilər. Yanında da meyvə, qatıq. Heç doyurucu değildi, bəyənmədim. Daha sonra hosteslərin mənə yazdığı gəldi ki, bəs bu yeməklə siz doymazsınız, əlavə də sağ olsunlar yemək verdilər. Açıq deyəcəm, bu dəfə Azalın səhər yeməklərini bəyənmədim. Əvvəllər daha yaxşı olurdu. Çox rahat şəkildə Praqaya çatdıq, uçuşumuz əla keçdi və burada check-in onlayn şəkildə idi. Ancaq mən keçə bilmədiyim üçün bildiyimiz əvvəlki qaydada keçdik. Bir neçə gün öncə görmüşdüm ki, dəhşət çox sıra olur, ancaq yaxşı ki, sıra yox idi. Qeyd edim ki, Praqda Bolt taksidə işləyir və otelimizə təxmini 38 dəqiqə məsafədə idi. Apartment götürmüşdük və şəhər mərkəzinə təxmini 8-9 dəqiqəyə çatırdıq. Praqa saytı ilə check-indən əvvəl gəlməyimizə baxmayaraq bəxtimizdən otağımız təmizlənmiş və boş idi. Ona görə də tez gələ bildik. Oteldən çox razı qaldıq. Adını videonun altında qeyd edəcəm. Əlavə vloqlar gələcək.